Qadın kişiyə düşmən ola bilməz. Bu mümkün deyil. Kişi də qadına düşmən ola bilməz. Nəyə görə? Qadın kimdir? Qadın mənim anamdır, mənim qızımdır, mənim bacımdır, mənim həyat yoldaşımdır, mənim nənəmdir. Tarixin böyük qadın qəhrəmanlarıdır. Kişi necə qadına düşmən ola bilər? Bu onun öz həqiqəti ilə düşmən olmağıdır. Kişiləri də dünyaya bir ana gətirib. Və qadın da kişiyə düşmən ola bilməz. Nəyə görə? Çünki qadın üçün kişi kimdir? Bunun atasıdır, bunun qardaşıdır, babasıdır. Şəhidlər də ölkəmizi qorumaq üçün getdilər, canlarından keçdilər. Cinslərin bir-birinə düşmənçiliyi və bunun qabardılmağı, ifrat həssaslıq yaratmağı təbiətin ziddinədir, insanlığın ziddinə. Bu mümkün deyil. Konkret bir şəxsdən narahat ola bilərəm. Ancaq ümumi qadınlardan narahat ola bilmərəm. Ümumi qadınlara nifrətim yarana bilməz. Deməli, feminizmin bizə gətirdikləri o cinslər arasında ifrat qabardılmış o həssaslıq cəmiyyəti bədbəxtçiliyə aparan bir yanaşmadır. Bir kişi həyat yoldaşından xəyanət görmüşdü və deyirdi ki, bütün qadınlar şərdir və ilanın ağına da lənət, qarasına da və bu düşüncəsi də növbəti ailə həyatı qurmağı, qadınlara etibarını ciddi şəkildə sarsıtmışdı. Həyatın hər sahəsində bir qadınla ünsiyyət görəndə bunda o narahatçılıq qalxırdı. Bu ümumiləşdirmişdi. Mən ona bir gün dedim ki, ana necə insan idi? Dedi ki, anam həddən artıq çox səbirli, çox qeyrətli, çox mərd bir qadındır. Atamın ağır xasiyyətinə uzun illər deyir, dözən qadın idi. Anam dünyasını dəyişəndə atasının üzü gəlmir ki, bundan halallıq alsın. Onunla belə deyir, anam ona halal eləyir. Bununla da dünyasını dəyişir. Mən deyirəm ki, bax o da qadındır.